الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين نصلي ونسلم على البشير النذير السراج المنير العبد المؤيد والرسول المسدد المحمود الأحمد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما بقية الله في الأراضين مولانا صاحب الزمان روحي وأرواح العالمين بتراب مقدمه الفداء عجل الله تعالى فرجه الشريف ثم اللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم السلام عليكم ورحمة الله وبركاته. Mübarək Rəcəb ayının xeyirli və bərəkətli günlərini yaşayırıq. Ötən gün Mövla Əmir-əl-Müminin Ali ibn Əbi Talib əleyhissalamın mübarək mövlud günüydü. İslam aləmində bütün müsəlmanlar və müminlər tərəfindən bayram kimi bu günlər qeyd olunur. Mən də xütbənin əvvəlində bu gözəl günlər münasibəti ilə başda İmam Zaman ağa olmaqla siz əzizlərə təbrik ərz edirəm. Allah-u Müteal bütün günlərimizi, ümumiyyətlə ömrümüzü xeyirli və bərəkətli qərar versin inşallah. Ötən məclisimizdə biz Əhl-i Beytin məhəbbətini əldə etməyin yollarından danışdıq və bu məhəbbətə çatmağın, bu sevgiyə yetişməyin hansı yolları var idi, söhbət elədik bu haqda birindən danışdıq və sonraki mövzular qaldı. Amma bu günlər ki, aiddir Mövla Əmir-əl-Müminin Əli əleyhissalama, istərdim həmin mövzunu saxlayıb bir neçə kəlmə inşallah Əli əleyhissalamın nurani sözləri ilə, fəzilətləri ilə inşallah məclisimiz nuraniyyət tapsın. Ümumiyyətlə, Əli əleyhissalam kamil insan nümunəsi idi. Fəzilətləri hesaba gəlməyən ilahi bir şəxsiyyət idi. Onun fəzilətlərini əlbəttə ki, saydıqca qurtarmaz. Alimlərdən biri yazır, deyir bir insan ki, onun fəzilətləri ədədlərin sayının fövqündədir, onları saymağın özü də bir nöqsan olar. Belə bir ilahi şəxsiyyət ki, onun fəzilətlərini hesaba gətirmək mümkün deyil. Amma bu fəzilətlər ki, Mövla Əmir əleyhissalamda olub, o fəzilətlərdə mən incə bir məqama işarə etmək istəyirəm və söhbətimi də məhz həmin mövzu əsasında təşkil eləmək istəyirəm. Ümumiyyətlə, fəzilətli insan kimə deyərlər? Biz ki, fəzilət sözünü işlədirik ki, mənası üstün deməkdir. Fəzilətli insan, yəni üstün insan. Üstün insan, fəzilətli insan hər adama deyərlər, yoxsa xüsusi adamlar var.
və yaxud da xüsusi ölçülər var. O ölçülərə riayət edənlərə deyirlər fəzilətli insanlar. Buyurur ki, bəli, xüsusi ölçülər var ki, o ölçülər əsasında bir adama demək olar fəzilətli insan. Yoxsa bu sözü hər adama şamil eləmək olmaz. Bizim müqəddəs İslam dinimizin əsas təlimlərindən bir hissəsini əxlaq bölümü təşkil edir. Bilirsiniz ki, İslam dininin təlimlərinin 3 əsas bölümü var. Birinci bölümü əqaiddir, yəni əqidələr. Düşüncələrdən danışır, inancılardan danışır. Allahın varlığından, sifətlərindən, peyğəmbərlikdən, imamətdən, qiyamətdən, məaddan və onlarda baş verən bütün hadisələrdən. Bütün bu mövzular aiddir inanclar və əqidələr bölümünə. İkinci bölümü İslam dininin təlimlərinin ibarətdir əhkamdan. Ki, İslam dini gəlir insanlara şəriət hökmlərini bəyan edir. Ki, dəstəmaz nə cür alınmalıdır, namaz nə cür qılınmalıdır, oruc nə cür tutulmalıdır, həccə getmirsən, nə cür həccin əməllərini yerinə yetirməlisən, hamısını bir-biri izah edir. Ki, buna fiqh də deyərlər. Üçüncü bölümdə ibarətdir əxlaq bölümündən. Yəni, İslam dini insana bəyan edir, ona göstərir ki, hansı xüsusiyyətlər insanı insanlıq zirvəsinə ucaldar və əksinə, hansı xüsusiyyətlər insanı hətta apara heyvandan da aşağı səviyyəyə çatdırar. Bu bölümdə İslam dini bunu insanlara çox gözəl surətdə açıqlayır, bəyan edir ki, əxlaq sözünün lüğəti mənası xulq sözünün cəmidir. Biz əxlaq sözünü çox tez-tez işlədərik və məxsusən də o adamlar ki, əxlaqlı insanlardılar, ədəbli insanlardılar, onların barəsində deyərik ki, filan kəs əxlaqlı adamdır. Bu əxlaqlı adamdır, bir növ elə fəzilətli mənasını da daşıyır, üstünlük mənasını da daşıyır. Fəzilətli insan, əxlaqlı insan, bunlar eyni mənalı sözlərdir, demək olar ki. Amma bu əxlaq sözünün bir xüsusi tərifi var. Bu tərifi inşallah biz desək və bilsək ki, əxlaqın tərifi nədən ibarətdir, fəzilətli adamların, əxlaqlı adamların nə cür adam olduğunu da bilə bilərik. Bilə bilərik ki, hər adama fəzilətli və əxlaqlı adam deyərlər, yoxsa dediyimiz kimi o ölçülərə riayət edənlərə. Buyururlar ki, əxlaq xulq sözünün cəmidir. Ərəb dilində 2 söz var. Bir söz xəlq sözüdür, biri də xulq. Ərəb dilində yazılışda bunları bir-birindən fəthə ilə zəmmə ayırar, amma yazılışda eynidirlər. Xəlq insanın zahiri görünüşünə deyərlər. Hər bir insanın özünə məxsus zahiri görünüşü var. Ki, o görünüşlə insan tanınır. Buna deyərlər xəlq. Bir də var xulq. Xulq isə əksinə, insanın batini görünüşünə deyərlər. Hər bir insanın 2 görünüşü var. Zahiri görünüş, batini görünüş. Zahiri görünüşə deyərlər xəlq, batini görünüşə deyərlər xulq. Əxlaq da xulq sözünün cəmidir. Yəni xulqlar. Əxlaq deyəndə, yəni batini görünüşlər. Bu insan batinən necə insandır? Bax, ona deyərlər əxlaq və yaxud xulq. Mərhum Seyyid Əbdullah Şübbər ki, böyük əxlaq ustadı olub, Allah rəhmət eləsin, 200 il bundan, 250 il bundan qabaq yaşayıb, hicri qəməri tarixi ilə. 1188-ci ildə bu alim dünyaya gəlib, təqribən 3 əsrə yaxındır ki, bu alim yaşayıb, yaradıb və dünyadan gedib. Böyük ustadlardan olub, muizələrimizdə bunun adını bir neçə dəfədə işlətmişik. Bəzilərinə də tanışdır bu alim. Seyyid Əbdullah Şübbərin bir kitabı var, elə adı Əxlaq-ı Şübbərdir. Öz adını kitabın adına məruf eləyib, Əxlaq-ı Şübbər. Onun lap
ilk səhifələrində Seyyid əxlaq sözünü ki, deyir, xuluq sözünün cəmidir, xuluq sözün məna edir. Yəni, o insanın batini görünüşü. Xuluq nə deməkdir? Onu məna edir. Buyurur ki, xuluq insanın sabit batini halətidir. Tərifə diqqətlə qulaq assa, çox şeylər bu tərifdən çıxır və çox şeylər də bu tərifin tərkib hissəsinə daxil olur. Məntiq dili ilə desək, cami'ul əfrad, mani'ul əğyar. Yəni, bir şeyi sən tərif edəndə, gərək elə tərif edəsən ki, əğyarı dəf eləsin, kənara qoysun və fəhdlərini də əhatə eləsin. Tərif belə olmalıdır. Əgər naqis olsa tərif, məsələn, bir şeyə sən tərif vermək istəyirsən, əgər naqis olsa, çox şey iradlar ona bildiriləcək. Niyə? Çünki kamil tərif deyil. İndi bu tərif ki verilir, bu tərif elə tərifdir ki, çox şeyləri buradan çıxır. Buyurur, xuluq insanın batini, nəfsani, sabit halətinə deyərlər. Ki, o halətdən insanın əməlləri qaynaqlanar. İki xüsusiyyətlə. O əməllər qaynaqlananda çətinlik olmaz insan üçün, bir də fikirləşmək olmaz insan üçün. Ona deyərlər xuluq. Hər bir insan belədirsə, deməli o əxlaqlı adamdır. O fəzilətli adamdır. Necə yəni? Bu sözü bir neçə kəlmə ilə açsaq, mənası bu olar ki, əxlaq ki, xuluq sözünün cəmidir, tərifi başa düşdüyümüz şəkildə belə olar ki, bir var əməl, bölək bu hissələri. Salih əməl, hər bir insan kamilliyə nə ilə çata bilər? Salih əməllərlə, xeyirli işlərlə, elm oxumaqla, ibadət eləməklə, yaxşı işlər görməklə, bu salih əməllər ki, maşallah, çoxdur ki, saymaqla utarmaz, vaxtda məhduddur ki, məqsədimiz də yoxdur onları sayaq. Ki, bu salih əməllərlə insan çatar bir dərəcəyə, onlar həqiqətən insan, Allahın bəyəndiyi, razı qaldığı insan. Ki, dəyərlər var, o dəyərlər əsasında insan bu əxlaqı, fəzilətləri özündə cəm edir. Buyurur ki, bir var əməl, yəni insan əməl edir. Bununla adam bir yerə gedib çatar. Məsələn, durdu biri namaz qıldı. Buna demək olar namaz qılan, hələ buna demək, bu sadəcə əməl edir. Və yaxud da biri durdu birinə kömək elədi, maddi kömək elədi. Buna demək olar səxavətdir. Bu bir dəfə bu işi gördü. Yaxşı iş görür, amma demək olmaz səxavətdir. Orada yaxşı iş görür, namaz qılır, amma demək olmaz namaz qılan. Və yaxud da biri durdu bir meydanda fədakarlıq göstərdi, şücaət göstərdi. Buna demək olar şücaətdir yana, demək olmaz. Niyə? Çünki bir dəfə, iki dəfə bu işi görür. Buna demək olmaz əxlaqlı, fəzilətli adam. Niyə? Bir dəfə, iki dəfə adam namaz qılan olmaz ki. Bir nəfər var idi, o qədər namaz qılmışdı ömrünün axırınacan. Camaat hamımını namaz qılan tanıyırdı. Öləndə də qəbrinin üstünə yazmışdılar, namaz qılan filan kəs. İndi bu bir dəfə, iki dəfə namaz qılsaydı, gah qılsaydı, gah qılmasaydı, bu namaz qılan sayılmayacaqdı. İndi biri cürətə gəldi, şücaət tapdı, bir qorxmamazlıq nümayiş elətdirdi, bu sadəcə əməl edir. Biri məsələn gəldi, qələm, kağız götürdü əlinə, başladı oxumağa, yazmağa, buna demək olmaz alim, buna demək olmaz tələbə, buna demək olmaz öyrənən. Bu bir işi görür, yaxşı iş görür. Amma indi ikinci mərhələsi də var. İkinci mərhələsi əməlin təkrarıdır. Əməli gərəksən təkrar edəyəsən. Bir dəfənə, iki dəfənə olmaz. Gərək o əməl ki, sən görürsən, onu təkrar da edəyəsən. İndi əməl, təkrar, bu təkrardan sonra insan bir dərəcəyə çatar. O dərəcənin adına deyərlər adət.
artıq həmin iş bunda nə halını aldı? Adət halını aldı. Yəni bu adam belə hər yerdə olsa, adəti bu olar ki, şücaətli olsun, elm oxusun, ibadət eləsin, o işlər ki görür, artıq o işlər onda adət halını aldı. Əməl, təkrar və adət. Buyurur, adət halını ki aldı, bu adət halını alanda artıq buna əxlaqlı və fəzilətli adam demək olar, amma bir cəhətdən demək olar. O başqa cəhətləri nəzərə alsaq, bu hələ də əxlaqlı və fəzilətli adam hesab olunmaz. Niyə görə? Çünki adətdən yuxarı da bir dərəcə var. Adətdən yuxarı da bir dərəcə var. O dərəcənin adına deyərlər, əxlaq termini ilə desək, mələkə. Mələkə ərəb sözündə mənası, yəni sahib olmaq, yiyələnmək. Mələkə ərəb dilində mənası budur, əxlaq elmində də bir termindir. Deyərlər, filan əməl, filan kəsdən mələkə halını aldı. Mələkə halını aldı, yəni nə? Adətdən də yuxarıdır. İndi bu adətlə mələkənin arasında bir dərəcə var, amma fərqi var burada. Nə fərqi var? 3 əsas fərqi var. O ikisini Seyyid Əbdüllahi Şübbərin bu xulq sözünü ki tərif edəndə dedik, oradan istifadə edirik, birində təcrübədən. Seyyid əxlaq sözünə, xulq sözünə tərif verəndə dedi ki, batini, nəfsani, sabit görünüş və halət ki, asanlıqla insan o əməlləri yerinə yetirər və fikirləşməz də. Burada 2 dənə fərq oldu adətlə mələkənin arasında. Adətdə buyurur ki, sən bir işi görərsən, ola bilər ki, o sənə çətin gəlsin. Məsələn, bir işi, xeyirli bir işi görmüsən, amma çətinliklə görmüsən. O asanlıqla səndən baş verməyib. Birinə çıxarıb kömək eləmirsən, amma çox çətin gəlib sənə, ağır gəlib sənə. Buyurur, əxlaq, xulq, o sifətə, o batini halətə deyərlər ki, onu görən insan, onu yerinə yetirən insan çətinlik gəlməsin, ağır gəlməsin. İkinci buyurur ki, insan fikirləşməsin. Bir xeyirli bir işi insana təklif edəndə, insan gedir fikrə. Başlayır özündə götür-qoy eləməyə, mən bu işi görüm, görmüyüm. Məsələn, birinə zəng edib deyirsən ki, xeyirli bir iş var, məsələn, maddi kömək lazımdır, bir 5 manatdan pul. Başlayır fikirləşməyə. Ona zəng edir ki, sən vermirsən, mən də verim. Ya nə cürdür? Başlayır çətin. Asanlıqla deyil və fikirləşirlər. Həm ağır gəlir, həm fikirləşir. İndi buna demək olar səxavətli adam, buna demək olmaz səxavətli adam. Səxavətli adam odur ki, o adətdən də yuxarı gedir. Onda səxavətli xüsusiyyəti mələkə olur. Yəni, o fikirləşməz və gördüyü işdə ona çətin gəlməz. Bu 2 dənə fərqləndirən, adətlə mələkəni bir-birindən fərqləndirən cəhət. Ki, adətdə fikirləşmək olar, bəzi halda insana ağır gələr, amma bir şey ki, adama mələkə oldu, adətdən qalxdı yuxarı, artıq o insan üçün nə ağır olar, nə də insan orada fikirləşməz. Üçüncü də buyurur ki, adəti insan tərk edə bilər, amma bir şey ki, insana mələkə oldu, onu da tərk edə bilməz. Məsələn, insan bir şeyə adət edir, istər-istəməz daim onu görür. İstəsə onu tərk edə bilər. Amma bir şey, əməl də var ki, insana o adətdən də yuxarı qalxır. Mələkə olur, başqa birindən desək, artıq bunun canına, ruhuna hopub, həkk olub həmin əməl, həmin halət, artıq o adam onu tərk edə bilməyəcək. Buna çox misallar gətirmək olar. Məsələn, hər hansı bir idman sahəsi ilə məşğul olan bir idman ustası. Bu bir dərəcəyə çatıb ki, məsələn, deyək ki, hər hansı bir idman sahəsində, istər üzgüçülükdə olsun, istər başqa sahədə, bu bir dərəcəyə çatıb ki,
artıq bunu tərk eləyə bilməyəcək. Tərk eləsə də, deyək ki, məsələn, illər sonra gəlib bunu deyəsən ki, sən gəl bu idman sahəsindən məşğul ol, o rahat surətdə o işi görəcək. Niyə? Çünki bu bunda mələkə olur. Adəti insan mümkün deyil, adəti mümkündür tərk eləsin, amma mələkə olanı insan özündən ayıra bilməz. Odur ki, əxlaq elminin tərifində alimlər bu üç xüsusiyyəti qeyd edirlər. Buyurur, əxlaqlı adam. Odur ki, həmin əxlaq, həmin sifət onun canına hopsun, ruhunda həkk olsun. İnsan o işi görəndə, o halətə məxsus bir əməl eləyəndə fikircəşməsin, ağır gəlməsin və onu da istəsə də tərk eləyə bilməyəcək. Ona deyərlər əxlaqlı adam, ona deyərlər fəzilətli adam. İndi baxaq bizim imamlarımıza, baxaq övliyalara, baxaq o insanlara ki, imamların bulağından su içiblər. Onların hamısı sifətlər onlarda mələkə olur. O dəyərli sifətlər ki var, elm, ibadət, şücaət, səxavət, fədakarlıq, hamısı insanlarda, həmin övliyalarda mələkə olur. Yəni, heç adət də olmuyor. Adət olsa, onlar tərk eləyə bilər. Adət olsa, onlar ki, bir vaxtda gəlsin əməlini fikirləşib görsün və yaxud da o işi görəndə həmin iş ona çox ağır gəlsin. Amma həmin insanlara yaxşı xüsusiyyətlər, müsbət əxlaqi keyfiyyətlər artıq nə olub? Mələkə olub, onların canına hopub və ruhunda həkk olub. Onlar istəsələr də tərk eləyə bilməzlər. Buyurur, əxlaqlı adam, fəzilətli adam, o adam deyir ki, həmin əxlaqlı xüsusiyyəti bir dəfə görür, bir neçə dəfə görür və yaxud da adət halın alıb onda. Buyurur, əxlaqlı və fəzilətli adam. O adamdır ki, həmin sifət, həmin dəyər onda həkk olub və canına hopur. Buna mələkə deyərlər və insanın sabit, dəyişilməyən halı deyərlər. Ki, insan daim bu cürdür, ağır gəlməz və fikirləşməz də o işləri görərlər. Buna fəzilətli insanlar deyərlər. Amma gələk Əli əleyhissalama. Buyururlar, Əli əleyhissalam bu mələkədən də yuxarı idi. Əli əleyhissalamda olan bütün əxlaqı keyfiyyətlər mələkə həddindən də yuxarıda idi. Yəni, nəinki o əxlaqı xüsusiyyətlər Əli əleyhissalam eləyirdi, nəinki təkrarən eləyirdi, nəinki onlar Əli əleyhissalamda adət halını almışdı, hətta mələkə halını almışdı. O şücaət, o fədakarlıq, o iman və başqa digər əxlaqı xüsusiyyətlər Əli əleyhissalamın canında idi, ruhunda həkk olmuşdu və bundan bir pillə yuxarı geçsək, Əli əleyhissalam barəsində alimlər buyururlar, cümiət fi sifatihil əzdad. Əli əleyhissalamı əgər bir nəfər istəsə tərif eləsin, onun sifətlərin, fəzilətlərin tərif eləsin, bu cümlənən kifayətlənə bilər. Ki, Əli əleyhissalamda sifətlər toplanmışdı. Hansı sifətlər? Buyurmur ki, əxlaqi xüsusiyyətlər. Buyurur, bir-birinə əks olan sifətlər. İndi biz bir adam ki, üstün adamdır, fəzilətli adamdır, onu tərif eləmək istəsək, nə deyərik? Deyərik ki, onda nə qədər əxlaqi xüsusiyyətlər varsa, o adamda toplanır. Amma Əli əleyhissalam üçün bu cür deyilmir. Buyurur, nə qədər bir-birinə əks olan sifətlər varsa, Əli əleyhissalamda toplanır. Bu artıq o birincidən də üstün adamdır. Ki, çox nadir insanlar olar ki, onlarda sifətlər toplansın. Yaxşı sifətlər yox, bir-birinə əks olan sifətlər. Həm yaxşı sifətlər, həm pis sifətlər. Pis sifət də onda olanda pis sayılmayacaq, artıq pisliyin itirəcək. Pis onda olar ki, o adət halını alır. Onu tərk eləmək olar. Amma o, övliyalarda heç də pis sifət sayılmayacaq. Baxaq Əli əleyhissalamın həyatına. Hətta Əli əleyhissalamın barəsində o adamlar ki, şeir dili ilə Əli əleyhissalamın fəzilətləri. Nəzmə çəkiblər, onlar da Əli əleyhissalamın barəsində bu fəziləti etiraf ediblər. Ki, Əli əleyhissalam bir cəhətdən sərtad adam idi, ikinci bir tərəfdən həlim adam idi. Çox nadir adam olar ki, insan təbiətən ya həlim adamdır, ya da insan təbiətən sərt adamdır.
Sərt adam harada olsa sərtliyi nümayiş elətdirəcək. Həlim adam da olacaq. Bunun xasiyyəti həlimdir. Bu harada olsa elə mehriban, yola verəcək, göz yumacaq, həlim adamdır bu. Buyurur, həlimlik yaxşı xüsusiyyətdir. Amma elə yerlər var ki, orada həlimlik nümayiş etdirmək artıq insan üçün yaxşı sayılmayacaq. Məsələn, bir zalim insanın qabağında sən həlimlik nümayiş elətdirəsən, yumuşaq danışasan, yumuşaqlıq göstərəsən, sadəlik eləyəsən, əyləsən qabağında. Bir adamın xasiyyəti həlimdir. Amma elə yer var ki, sən orada həlimlik göstərməməlisən. Bir adam sərtdir, amma elə yer var ki, həlim. Bir Əli əleyhissalam yeganə insandır ki, o yerin bilirdi. Yer var idi ki, Əli əleyhissalam həlimlik nümayiş elətdirirdi. Yer var ki, Əli əleyhissalam çox sərtdir. İkinci, Əli əleyhissalam bir cəhətdən Əli açıq adam idi, səxavətli adam idi. Eyni zamanda da Əli əleyhissalam əlbağlı adam idi. Bir adam ki, əli açıqdır, səxavətlidir, o harada gəldi səxavətli eləyəcək. Yer var ki, gərək sən orada əli bağlayasan, amma bu səxavətli adam üçün adət halını alıb, mələkə olub bunda, bu elə o əl bağlı olan yerdə də əllərini açacaq və verəcək. Buyurur, yer var ki, gərək əli bağlayasan. Adam var, bəxildir, əli bağlıdır. İndi yer lazımdır ki, burada xərc olunsun, eləmir. Çünki niyyət təbiətən bu adam belədir. İndi Əli əleyhissalam elə bir həddədir ki, həm əli bağlıdır, həm əli açıqdır. Əli əleyhissalam öz malına gələndə əli açıqdır, səxavətlidir. Öz malın Allah yolunda uf demədən, narahat olmadan xərc eləməyi çox rahat surətdə bacarırdı. Fikirləşmədən, ağır da gəlmirdi ki, balam mən niyə belə elədim? Görəsən, Əli əleyhissalam fikirləşmir. Amma yer var idi ki, Əli əleyhissalam əlini bağlayırdı. Niyə? Çünki yeri dəqiq bilirdi. Abdullah ibn Cəfər Əli əleyhissalamın nəyi sayılır? Cəfər-i Təyyarın oğlu. Cəfər-i Təyyar Əli əleyhissalamın qardaşıdır. Mu'tə döyüşündə şəhid oldu. Peyğəmbər onun barəsində buyurdu ki, Allah ona 2 dənə qanad verdi, o qanadla Cəfər qanad çalıb cənnətə daxil olacaq. Ki, adı qaldı qanad çalan Cəfər, Əli əleyhissalamın deməli, qardaşıdır Cəfər-i Təyyar. Onun bir oğlu var idi, Abdullah. Abdullah, Həzrəti Zeynəb salamullahi əleyhanın həyat yoldaşı idi. Əli əleyhissalama 2 cəhətdən qohumluğu çatırdı. Həm Əli əleyhissalamın qardaşı oğlu idi ki, Əli əleyhissalam ona əmi sayılırdı. Həm də Əli əleyhissalamın kürəkəni idi, qızının əri idi. Qohumçuluq 2 bərabər idi Abdullahın Əli əleyhissalamı. Gəldi Əli əleyhissalama ərz elədi ki, ya əmirəl-müminin, mənim bir dənə qoyunum var. Biraz vəziyyətim yaxşı deyil. İstəyirəm bu beytülmaldan, bütcədən bir neçəsini də əlavə eləyəsən. Əli əleyhissalam vaxtı gördü, bu bunun haqqı deyil. Elə bu bir qoyun ki, bunun haqqı deyil, budur. Daha buna artıq olmaz. Amma bu gəlir, istəyir ki, beytülmaldan mənə əlavə. Abdullah ibn Cəfəri çağırdı özü ilə məscidə Əli əleyhissalam. Məsciddə cəmaat çox. Əli əleyhissalam buyurdu ki, Abdullah ibn Cəfər, bu qədər cəmaatı görürsən? Dedi, bəli. Dedi, 2 dənə, 3 dənə qoyunu sənə əlavə versən, mən bu qədər cəmaatın haqqını oğurlamış oluram. Onda sən mənim adımı dəyiş, oğru qoy, mən bu işi görüm. Razısan mən bu işi görüm, adım da qalsın oğru. Bir dənə, 2 dənə qoyun indi səs çıxmadan, kimsə bilmədən verəcək, ha? Əli əleyhissalam onu eləmir. Kimə? Bir var ki, hansısa vilayətdən gəlsin, atasını, anasını tanımasın. Ona verməsə deyərik ki, vermədi də, o kənar adam idi. Amma bu özününkü idi axı, qızının əri idi, qardaşının balası idi. Amma deyir, yox, sənin o bir dənə payındır, ondan qənaətçil ol, ondan kifayətdən.
Gör nə qədər ədalət, gör nə qədər əli bağlılıq. Amma yer var idi ki, Əli əleyhissalam orada səxavətli edirdi, səxavətli, nə səxavət çatmazdı. Hatəmi Tai deyirlər, digərləri deyirlər səxavətdə, bunlar hamısı Əli əleyhissalamın yanında heç nə idi. O səxavət onlarda adət halını almışdı. Onlar lazım olmayanlara da səxavətliyi göstərirdi. Adam var ki, məsələn, o qədər səxavətlidir ki, yaxşı adamlara əl tutur, məsələn, biri içki içəndir, səxavətdir axı, cibinin ağzını bağlaya bilmir, əlini də saxlaya bilmir. Lazım gələndə görür ki, nahar edirlər, aparır 2 dənə üzür istirəm, ara qaldı, qoydu stollarının üstünə. Ki, bunu mənim adımdan meyl edəyərsiniz. İndi buna səxavətli deməzdir. Bu səxavətlidir. Amma yerin bilmədi, səxavət bunda adət halını alır. Bəzən də mümkündür mələkə halını alsın. Amma gərək insan bilə ki, harada səxavətli eləmək lazımdır, harada bunu saxlamaq lazımdır. Adam var səxavətli o qədər güclüdür ki, harama da gedir. Səxavət bunu harama da aparır. Amma Əli əleyhissalam o cür deyildi. Səxavətli Əli əleyhissalamda o yüksək dərəcədə idi ki, yer gələndə səxavətin qarşısını alırdı. Orada əllərini bağlayırdı, deyir, nəinki qoyunun tükü də sənə düşmür. Bu Əli əleyhissalamın həyatından nümunə. Bu nəyi göstərir? Əli əleyhissalamın həlimliyin və səhtliyin. Gəldilər Əli əleyhissalamdan şikayət elədilər Peyğəmbərimizə. Hansı ki, Əli əleyhissalam Yəməndə vali idi. Şikayət elədilər Əli əleyhissalamdan ki, ya Rasulallah, Əli əleyhissalam bizim halımıza yaxşı riayət eləmir. Niyə görə? Kiminsə haqqın tapdalayır? Buyurun, xeyr. Bölgü gələndə Beytulmaldan, büdcənin pulun təqsim edəndə, böləndə biz ondan artıq istəyirik, bizə vermir. Peyğəmbər baxdı, gördü ki, səhv Həzrət Əli əleyhissalamda deyil, səhv bunların tamahındadır, hərisliyindədir. Əli əleyhissalam üçün buyurdu ki, İnnəhu xəşinun fi əmrillah. Əli əleyhissalam səhvdir Allahın işlərində. Allahın işlərində çox səhvdir. Keçməz Əli əleyhissalam. Amma öz işlərində keçər. Onun şəxsi işinə qalanda keçir. Kimsə Əli əleyhissalamın özünə, şəxsinə zərbə vurmaq istəyəndə, bir ziyan gətirmək istəyəndə Əli əleyhissalam onun üçün keçir, göz yumur. Amma Əli əleyhissalam Allahın haqqına girənlərə göz yummaz. Görün nə qədər Əli əleyhissalamda bu iki xüsusiyyət ki, bir-birinin əksidir. Səhtlik, həlimlik, əliyaçıqlıq, əlibağlılıq nə qədər yüksək səviyyədə formalaşır, belə insan tapmaq qeyri-mümkündür. Növbəti Əli əleyhissalam bir adam məsələn çox gülərüzdür. Amma yer var ki, sən gərək orada özünü saxlayasan. Gülərüzlük artıq orada getməz. Əli əleyhissalam həm gülərüzdür, həm gözü ağlar idi. Həm gözü gülürdü, həm ağlayırdı. Çox qəribədir. Bu iki xüsusiyyəti özündə cəmləşdirib, formalaşdırmaq çox çətindir. Əli əleyhissalam gündüzlər gülür, təbəssüm edir, cəmaatla gülərüzlə davranır. Hətta o həddə ki, Əmras Muaviyənin vəziri deyirdi ki, Əli əleyhissalamdan xəlifə olmaz. Niyə? Çünki Əli əleyhissalam çox gülərüzdür. Xəlifə gərək dirək sərt olsun, qamçı əlindən düşməsin, şallaq əlindən düşməsin. Əli əleyhissalam amma qamçını başqa yerdə istifadə edirdi, o sərtliyi başqa yerdə istifadə edirdi. Onlar ki, sərtliyi lazım olmayan yerdə istifadə edirdi, Əli əleyhissalam orada o sərtliyi lazım bilirdi. Deyirdi, sərtliyi bu Allahın işlərində olmalıdır, cəmaatın haqqında olmalıdır. Amma onlar cəmaatın haqqında səxavət əhliydilər. Özlərinə gələndə yox. Buyurun, Əli əleyhissalam çox gülərüzdür. Amma gecələr gəlirdi, o göz ki, ağlayıb, gündüzlər gülürdü, o gözdən o qədər yaş gəlirdi ki, Əli əleyhissalamın mübarək saqqalı islanırdı. Damcılar düşürdü, səccadəsini isladırdı, torpağı isladırdı, o qədər ağlayırdı. Adamlar ağlayır 1 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə, sonra yumuşaldı, sakit oldu. Əli əleyhissalam o qədər ağlayırdı, sakit olana qədər yox, qəşş eləyənə qədər.
Adam var ağladı, sakit oldu, dayandı. Mənəvi zövq aldı, sakit oldu. Amma Əli əleyhissalam sakit olana qədər yox. Qəşş eləyirdi, xəbər verirdilər Həzrətə Fatimə Zəhra salamullahi əleyhaya ki, xanım Həzrət Əli əleyhissalam dünyasını dəyişdi. Fatimə Zəhra o qədər öyrəşmişdi ki, tez inanmırdı. Deyirdi, harada, nə cür? Deyir, xurma bağlarında. Əli əleyhissalam dua edirdi, ağlayırdı. Birdən yıxıldı. Deyir, o ölmüyor. O özündən gedib bihuş olur. O gülər üz, o gülər göz, ağlamaq da bu cür. Kim özündə bunu cəmləşdirə bilər? Qeyri-adi bir fəzilətdir Əli əleyhissalamın fəziləti. Başqa o fəzilətlər mələkə olan fəzilətli insanlardan. Var ki, Əli əleyhissalam həm zəif idi, həm güclü idi. Əli əleyhissalam güclü idi düşmən müqabilində. Güclü idi döyüş meydanlarında. Zəif idi məzlumların qabağında. Əli əleyhissalamın söz var ki, dizlərini iki şeydən başqa heç səs yerə vura bilmədi. Bir Allah xovfi, bir də məzlumun ahı. Bu iki şey Əli əleyhissalamın dizin vurardı yerə. O cür şücaətli insan əsirdi yarpaq kimi, ağlayırdı bir dənə zülm görəndə. Çox çətindir. Şücaət, qorxmamazlıq o dərəcədə, eyni dərəcədə də onun əksi. Əli əleyhissalamın şücaəti haqqında çox söz demək olar. Bir dənə adı bəs eləyər, Əsədullah. Əsədullah yəni Allahın şiri, Allahın aslanı. Özdə bu sözün ardı da var, çox vaxt o ardını demirlər. Sadəcə Əsədullahla kifayətlənirlər. Əsədullah bil qalib. Allahın məğlub edilməz aslanı. Aslanlar arada məğlub edilər. Amma Əli əleyhissalam Allahın o məğlub edilməz aslanıdır. Əli əleyhissalamın şücaəti bax bu həddə idi. Əli əleyhissalamdan soruşurdular ki, ya Əli, niyə at almırsan özün üçün? Deyildi, atı nə edirəm ki? Mən döyüşdə, mənlə döyüşəndən qaçmıram, məndən qaçanın da ardıycan qaçmıram. Atı nə edirəm? Dayanmışam yerimdə. Kim döyüşdü? Məndən qaçdı, ardıcan qaçmaram. Mən də döyüşdən qaçmaram. Mən atı nə edirəm? Şücaətə var. Amma çox dünyada şücaətlər olur. Hərəsinin altında bir nömrəli at olur. Əli əleyhissalamın şücaəti bu dərəcədə idi ki, onun altında at yox idi mini kimi. Hədislərdə var, Əli əleyhissalam özü buyurur. Buyurur, vallah nəhcül bəlağədədir. And olsun Allaha. Lav təzahərə fil ərəb. Deyir, bütün ərəblər hansı nümayiş eləyər, üsyan eləyər, əla qitali, mənim qətlimə. Ləma bəlləyhu ənha. Buyurur, and olsun Allaha, onlardan üst çevirlər. Bütün ərəblər sərt-çəkə qabağında dayana, hazır ola məni öldürmək üçün onların qabağından mən qaçmaram. Ə'taniyəllah minəl quvvə. Əli əleyhissalam buyurur ki, Allah mənə o qədər qüvvət verib ki, ma lav qussimə. Əgər o mənə verilən qüvvət bölünə. Kimlər arasında? Əla zu'afa'id dünya. Dünyada nə qədər zəiflər var onların içində. Ləsaru biha əqviya. Onlar dönüb olanlar ən qüdrətli. Məndə olan qüdrət bölünsə dünyanın zəifləri içərisində onlar ən qüdrətli adam olarlar. Və minəş şücaə buyurur, Allahdan mənə o qədər şücaət verilib. Lav qussimə, əgər o şücaət bölünən kimlər arasında? Əla cəmi'i cübənâid dünya, dünyanın qorxaqları içərisində ləsaru biha şəc'ana, onlar dönüb dünyanın ən qüdrətli və şücaətli insanları olanlar. Hədisdə var, buyurur ki, ənnə likulli nəbiyyin quvvətən. Buyurur ki, hər bir peyğəmbərin, ənnə likulli nəbiyyin, hər bir peyğəmbərin quvvətən 40 rəculən, hər bir peyğəmbərdə 40 kişinin qüdrəti olar. Hər bir peyğəmbərdə
40 kişinin gücü olar. Və kanə li xatəmil ənbiya quvvətu 40 nəbiyyə. Xatəm-i ənbiyada, İslam peyğəmbərində 40 peyğəmbərin gücü var. Hər peyğəmbərdə 40 kişinin gücü varsa, İslam peyğəmbərində 40 peyğəmbərin gücü var. Nəzərə al ki, Həzrəti Əli peyğəmbərin özüdür. Əl-Mübahilə surəsi ayəsi 61-ci ayə. Bu ayədə Həzrət Əli əleyhissalamı Allah peyğəmbərimizin özü bilir. Peyğəmbərdə 40, Əli əleyhissalamda 40 peyğəmbərin gücü. Bu hədislə o ayəyə əsasən. Ki, burada çox danışmaq olar. Dünənlərdə söhbətimizdə dedik, Muaviyə Əli əleyhissalamın ölüm xəbərini eşidəndə dedi ki, öldü Allahın o aslanı ki, onun istirahəti meydanlar idi. Bəzi yerdə buyururlar ki, Muaviyə dedi, ölüm xəbərini eşidəndə Əli əleyhissalamın, öldü Allahın o aslanı ki, xəbər eləyin meşənin çaqqallarına, tülkülərinə, indi rahat nəfəs alsınlar. Çünki meşənin şiri artıq dünyadan köçdü. Bu Əli əleyhissalamın şücaətinə, qüdrətinə bəla. Amma o Əli əleyhissalam o qədər zəif idi, o qədər incə ruha malikidir ki, bir dənə zəifin, bir dənə məzlumun ahını eşidəndə Əli əleyhissalamın ürəyi titriyərdi. Ki, eşitmişsiniz, məşhur əhvalatdır. Bir qadını xəlifə olduğu dövrdə gördü Əli əleyhissalam ki, səhə ilə su aparır. Gəldi, yaxınlaşdı, qadına kömək elədi. Apardı bu qadının suyunu, qoydu evində. Soruşdu Əli əleyhissalam bu qadından, sənin ərin yoxdur. Dedi, xeyr, ərim Həzrət Əlinin müharibələrinin birində şəhid oldu. Tanımır bu Həzrət Əli əleyhissalamın özü. Deyir, Əlinin müharibələrinin birində şəhid oldu. Deyir, bəs övladların necə? Deyir, balacadır. Ona görə bütün evin işlərinin zəhmətini özüm çəkirəm. Əli əleyhissalamın ürəyi yandı. Gəldi, qoydu su səhəylərini, qayıtdı, xanıma buyurdu ki, mən tədarük görüb gəlirəm. Əli əleyhissalam gəldi, tədarükün gördü, azuqəsini topladı. Gəldi xanımın evinə. İcazə istədi. Dedi, istəyirsən təndirə çörəyi mən yapım, uşaqlara sən baxasan, yoxsa əksinə. Buyurdu ki, sən çörək təndirə yap, pişir, mən uşaqlara baxaram. Əli əleyhissalam açdı təndirin ağzını, isti olub vurdu Əli əleyhissalam. Əli əleyhissalam həmindən cəhənnəm otunu xatırladı. Buyurdu ki, ey Əli, qorx cəhənnəmin o böyük otundan. Necə ki, dünyanın kiçik oduna sənin taqətin yoxdur. Bir sözü var Əli əleyhissalamın komel duasında. Buyurur ki, Allahum nərxəm da'fə bədəni və riqqətə cildi. Allah rəhm elə mənim bədənimin zəifliyinə, Allah rəhm elə mənim dərimin nazikliyinə. Allah, bədənim o qədər zəif, dərim o qədər nazik. Bunun heç bu dünyanın otuna taqəti çatmaz. Cəhənnəm otuna necə taqəti çatsın? Nəzərə alsaq ki, bu dünyanın otunu, ot qalamaq istəyəndə sən yarım saat insana vaxt lazım olar. Onun odunu, neftini tədarük edəyəsən, yandırmaq prosesi biraz uzun çəkəcək. Amma cəhənnəm odu sanki ildırım ateşi kimi. Necə ildırım bir dənə ağaca gələr, vuran həmən külə döndərər. Orada zamana ehtiyac yoxdur. Ona görə Allah buyurur, əzabun əlim, dərdli əzab, əzabun şədid, şiddətli əzab. Yəni burada elə bir otdur ki, bunun alışmasına ehtiyac yoxdur zamana. Bu elə öz-özünə alışan bir otdur. Əli əleyhissalam bu ahirətin böyük olduğunu bu cür xatırladı. Çörəyi bişirəndən sonra gəldi, 2 yetimi əyləşdirdi dizinin üstündə. Əllərin çəkil başının üstünə, Əli əleyhissalam bu tarixi cümləni həmən o 2 yetim uşağa deyirdi. Buyururdu ki, indiyə qədər sizin halınızdan xəbərsiz olan Əlinin taxsırından keçir. Deyirdi, Əli əleyhissalam ağlayır. Ki, mən indiyə qədər sizdən xəbərsiz qalmışam. Bu, Əli əleyhissalamın yetim qabağında, məzlum qabağında zəifliyi, o da meydanlarda Əli əleyhissalamın şücaəti. Bu iki sifət Əli əleyhissalamda çox yüksək səviyyədə cəmlənir. Odur ki, biz dünənləri də ərz elədik. Əli əleyhissalam yeganə bir insan idi ki, onda bir xüsusiyyət olmasaydı bu dərəcədə sevilməzdi.
Biz dünənki məclisimizdə ki, mərasim keçirildi, orada Əli əleyhissalamın sevgisinin xasiyyətlərindən danışdıq. Sevilməsinin də xasiyyətlərindən danışdıq. Və nəticə aldıq ki, Əli əleyhissalam ki, bu qədər sevilir, Əli əleyhissalamın sevgisi əbədi sevgidir, Əli əleyhissalamın sevgisi zaman və məkan sərhədlərini tanımır, milyonlar insanların qəlbinə hakim olub, milyonlar insanın qəlbini fəth edib. Niyə görə? Başqa insanlar da olub, fəzilətli insanlar, əxlaqlı insanlar, sevilməli insanlar çox olub. Amma Əli əleyhissalam kimisi olmuyor. Bəs Əli əleyhissalamı digər məhbublardan, digər sevilənlərdən ayıran cəhət nədən ibarət olub? Buyurur, Əli əleyhissalamı digər sevgililərdən, sevilənlərdən ayıran cəhət məhz onun Allaha bağlılığı olub. Məhz onun ahirətə bağlılığı olub. Əli əleyhissalam o qədər Allaha və ahirətə nəzərə alaq ki, əbədiyyətdir. Həm ahirət, həm Allah. Allahın varlığı da əbədidir, ahirət də əbədidir. Əli əleyhissalam özünü təcrid eləmişdir fani olan şeylərdən. Bağlamışdı özünü əbədi olan şeylərə. Ona görə də Əli əleyhissalam əbədi olaraq bütün insanlar tərəfindən, bütün zaman və məkanlardan sevilir İlâ yevmil qiyamət, ta qiyamət gününə qədər. Əli əleyhissalamın sevgisi tükənməz, tükənməyəcək. Mümkündür bir adam bir neçə il sevilsin, bir neçə əsr sevilsin, amma sonda yaddan çıxıb geçsin. Ən azından yaddan çıxmasa da onun sevgi hərarəti insanların qəlbində azalsın. Amma Əli əleyhissalam milyonlar insanının tərəfindən sevilir, zaman və məkan tanımadan. Necə sevilir? Hərarət sönmək bilmir, azalmaq bilmir. Günü-gündən bu sevgi alovlanmaqdadır, şölələnməkdədir. Niyə? Çünki Əli əleyhissalam özün bağlamışdı əbədiyyətə. Bir an olsun belə faniliyi ilə işi olmurdu Əli əleyhissalam. İlahi rəngə, əbədi rəngə boyanmışdı Əli əleyhissalam. Odur ki, onu Əli əleyhissalamı bu dərəcədə, bu səviyyədə sevdirdi. Yoxsa Əli əleyhissalam sadəcə bu dediyimiz şücaətli bir insan olsaydı, məsələn bir nəfərdən soruşsan ki, Əli əleyhissalam niyə sevilir bu qədər? O cavabında deyər ki, Əli əleyhissalam şücaətli idi ona görə, Allahın aslanı idi ona görə. Bəzisi deyə bilər ki, elmli idi ona görə. Bəzisi deyə bilər ki, Əli əleyhissalam çox həlim idi ona görə. Bəzisi deyə bilər, hərə Əli əleyhissalamın bir xüsusiyyətindən, əxlaqı fəzilətindən gətirər və səbəb kimi deyər ki, Əli əleyhissalam məhz bu cəhətə görə sevilir. Xeyr, Əli əleyhissalam bu cəhətə görə sevilsəydi, sevgisi bu qədər olmazdı. Bu qədərdir Əli əleyhissalamın sevgisi ona görə ki, o əbədiyyətə boyanmışdı. Nümunələr gətirdi, yenə xatırladıram. Əli əleyhissalam köynəyinin qollarını kəsildi, iplər sallanırdı. Deyirdilər, ya Əli, bunun dərziyə ver, tiksin. Əli əleyhissalam deyirdi, vaxtım yox. Əli əleyhissalam bir köynəyinin qollarını dərziyə tikdirmək qədər də vaxtını dünyaya sərf eləmək istəmirdi. O qədər ahirətə bağlanmışdı, o qədər əbədiyyətə bağlanmışdı, fanilikdən əl çəkirdi Əli əleyhissalam. Əli əleyhissalam gəlirdi, quyu qazırdı, çıxırdı quyudan, Həsən, oğlum, qələm kağızı gətir, bunu vəqf eləyəcəm, qazdığım bu quyunu vəqf eləyəcəm cəmaata, ehsan kimi qalsın. İmam Həsən ağa ərz edirdi, atacan, çıx quyudan, istirahət elə, dincəl, rahat nəfəs al, ondan sonra qələm kağıza yazarsan, vəqf eləyərsən. Əli əleyhissalam buyururdu, oğlum, istəmirəm ki, o istirahət edəcəyim qədər dünya malından bir quyu mənim adımda qalsın. Birdən ölüm məni haqlayar, adımda bir quyu qalaraq dünyadan gedərəm. İstəmirəm dünya malı adımda qalsın. Əli əleyhissalam adına fanilikləri yazdırmırdı. Əli əleyhissalam adına əbədiyyəti yazdırırdı. Ona görə də əbədi olaraq o sevilir və seviləcək də. Kimlər də istəsə ki, onun sevgisinə qarşı çıxsın, onlar özlərinə baxsın, onların özlərinin daxilində də Əli əleyhissalamı sevəndilər. İndi zahirdə bəzilərinə dünya malı qarşısını tutur, Əli əleyhissalamın sevgisini üzə çıxarta bilmirlər. Niyə? Çünki Əli əleyhissalamın sevgisini üzə çıxartsalar, gərək tamahlarına zatsınlar, dünyəvi şöhrətlərini azatsınlar. Əli əleyhissalam elə bir insandır ki, bunu sevənlər gərək Əli əleyhissalamın sevgisinə layiq olan insanlar olsun. O sevgi o qədər yüksəkdir ki, onu arzulayıb Həzrəti İbrahim Peyğəmbər. Ki, Həzrəti İbrahim Peyğəmbər idi. Allah sonra onu Xəlil məqamına çatdırdı.
Daha sonra onu imam təyin elədi. Axırda Həzrəti İbrahim əleyhissalam Allaha əl açıb ərz elədi. Allahümmə cəalni min şi'ati Əli ibn Əbi Talib. İlahi pərverdigara, məni Əli ibn Əbi Talibin şiələrindən və sevənlərindən qərar ver. Allah bir cür elə ki, mən Əli əleyhissalamı sevim. İbrahim Peyğəmbər o qədər məqamlarla yanaşı, yenə istəyir ki, mən Əli əleyhissalamı sevənlərdən olum. Nə qədər əzəmət var bu sevgidə. Bu sevgi məhz bu əbədiyyətə görədir. Əli əleyhissalamın əbədiyyət həvəsində, sorağında, tələbində olmasıdır və əbədi rəngə boyanmasıdır. Bir ayəni deyim inşallah, ondan zəhmətini tutarıram. Əli əleyhissalamın bir adı Əbu Turabdır. Əbu Turab, yəni torpaq atası. Adını hamınız eşitmişik. Və şeirlərdə, digər məsələn kitablarda, əsərlərdə bu adından çox tez-tez tanışır. Torpaq atası Əli əleyhissalama deyərdilər, Əli əleyhissalam sevinərdi. Hətta Əli əleyhissalam təvazökarlıq ondan hiss edərdi özünə. Niyə görə Əli əleyhissalama torpaq atası deyirlər? Hansı xüsusiyyət var idi? Bəziləri belə deyirlər də, Əli əleyhissalamı ona görə torpaq atası deyirlər ki, bir nəfər gəldi Əli əleyhissalamdan soruşdu ki, sənə niyə torpaq atası deyirlər? Dedi ki, mən torpaqla çox oynayıram ona görə. İkinci bir adam gəldi Əli əleyhissalamdan soruşdu ki, niyə görə torpaq atası deyirlər? Deyir, torpaq yer üzü lərziyə gələndə mən əlimi qoyaram, o lərzə dayanar. İndi bu hədis nə qədər doğrudur, düzgün deyil, bəlkə də düzgün deyil, işimiz yox. Ki bu ad o qədər sözün buradadır ki, bu ad o qədər məşhurdur ki, hətta buna hədis olmasa da tapıb düzün qoşub bir şey deyirlər. Amma əsl bunun, bu adın yaranma tarixi var. 2-ci Hicri ilində Peyğəmbərimiz müharibəyə getdi. Orada kafirlərin, Qureyşlilərin ticarət karvanı ki, gəlib keçirdi yolun üstündən, o yolun üstündə Peyğəmbər dayandı və gözlədi ki, ticarət karvanı gəlib keçsin. Ya keçmişdi, Peyğəmbər gözləyirdi ki, qayıtsın. Həmin məntəqədə bir müddət qalmalı oldular. Peyğəmbərimiz öz ordusu ilə Əli əleyhissalam da burada. Bir müddət orada qalmalı oldular. O müddət ərzində bir gün Əli əleyhissalam Əmmara deyir. O da Peyğəmbərimizin dəyərli sahabələrindəndir. Əmmar, bu yaxınlıqda ağac var. Gəl gedək, o ağacın altında biraz dincələ. Gedirlər iki şəxs, Əli əleyhissalam və Əmmar Yasir, həmin ağacın altında, torpağın üstündə uzanıb yatırlar. Peyğəmbərimiz gəlir, görür ki, Əli əleyhissalam uzanıb yatır torpağın üstündə. Qayıdıb buyurur ki, qul ya Əba Turab. O adı Peyğəmbərimiz orada verdi. Qalx ey torpaq atası, Əli əleyhissalam. Əli əleyhissalam qalxdı, üstün tozdan, torpaqdan təmizlədi. Gördü ki, Peyğəmbərimiz torpaqdan bir balışla düzəldib, Əli əleyhissalam rahatca başını qoyub yatırmış həmin balışın üstündə. Buradan qaldı ki, Peyğəmbərimiz ona torpaq atası dedi. Amma indi görək, məhz buna görədir. Əli əleyhissalam torpaq atası ona görədir ki, o torpağın üstündə yatırdı. Üstü başı torpağa bulaşmışdı, ona görə torpaq atası deyildi ona. Yoxsa burada tamam ayrı mənalar var. Buyurur ki, xeyr, sırf o deyil, başqa mənalar var. Niyə? Əgər sırf o olsaydı, onda Əbu Turab gərək Əmmara da deyərdi. Niyə? Çünki Əmmar da Əli əleyhissalam kimi torpağın üstündə yatmışdı. Elə hər kəs torpağın üstündə yatdı, olan torpaq atasıdır. Amma bu ad təkcə ona görə verilməmişdir. Bu adın daxilində başqa bir mənada yatır. O da ibarətdir bundan ki, əbd sözünün bir mənası sahib deməkdir. Yiyə deməkdir. Əbu Turab, yəni torpağın yiyəsi, torpağın sahibi. Hər bir torpaq sahəsinin bir sahibi olar. Buyurur Əli əleyhissalam, yer üzünü, kürre-i ərzin, torpağın sahibidir, atasıdır, yəni sahibidir. Yəni Allah Teala bu torpağı, bu yer üzünü Əli əleyhissalama xatir yaradıb və yer üzündə qoyub Əli əleyhissalamın ixtiyarında. Bu yer üzünün sahibi, o bəzən deyərik ki, məsələn, İmam Zaman ağa zamanın sahibidir. İraq tutarlar bizə ki, necə yəni zamanın sahibidir? Zamanın sahibi Allahdır.
Düzdür, Allah hər şeyin sahibi Allahdır. Amma Allah Taala bəzən özünə xas olan şeylərdən, bəndələrindən vilayət məqamına çatmış bir övliyaya da verər. Peyğəmbərə, imama da verər. O cümlədən sahiblik məqamını Allah Taala öz sifətidir, verər bir bəndəsinə. Allah da nəyisə kiməsə məxsus eləyər və kimisə nəyinsə sahibi eləyər. Buyurur, torpağın, yeryüzünün atası sahibi əleyhissalamdır. Quran-ı Kərimdə bir ayə var, Nəbə surəsinin axırıncı ayəsi. O ayədə kafir qiyamətin günündə həsrət çəkər. Deyər və yəqulul kafir, ya leytəni kuntu turaba. Ey kaş, mən torpaq olaydım. Kafir ki, bu dünyada Allah ona ömür verib, ibadət eləməyib, kafir olub, qiyamətin günü gələndə diriləcək. Deyəcək, kaş torpaq olaydım. Bu ayənin iki mənası var. Bir mənası budur ki, kaş torpaq olaydım, insan olmayaydım. İndi bu cür əzab Allah mənə verməyəydi. İkinci mənası, kafir arzulayar, kaş torpaq olaydım, yəni kaş şiə olaydım, atam olaydı Həzrəti Əli. Çünki torpağın atası Həzrəti Əli idi də. Deyir, kaş torpaq olaydım, yəni şiə olaydım, Əli əleyhissalam mənim atam olaydı. Qiyamətdə kafir ata kimi Həzrət Əlini arzulayacaq. Odur ki, Əli əleyhissalamın sevənin məqamı çox-çox yüksəkdir. O məqam sevənə, sevilənə məhz Əli əleyhissalamın əbədiyyət tələbində və sorağında olmasına görədir. Nəinki onun fəzilətdir, bir insan olmasından ötürüdür. Allah Taala and verək izzət və cəlalı xatirinə. Bizi dünya və axirətdə Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Allah-u Müteala and verir Həzrət Əmir əl-Möminin Əli əleyhissalamın vücudu müqəddəsinə, ruh-u mütəhhərinə. İnşallah bizi dünya və axirətdə ziyarət və şəfaətlərindən bir nəsib eləməsin. Allah Taala Həzrət Əli əleyhissalamın məxsusən şəfaətini, ölüm anında ziyarətini qismət eləsin. Təbarək və Taala hacətlərimizi rəva eləsin. Çətinliklərimizi asan eləsin. İmamımızın mübarək vücudunu salamət zuhurunda təcil qərar versin. Allah xəstələrimizə şifaya acil mərhəmət eləsin. Hər kəsin nə duası varsa, qəlbindən keçirsə, arzu və istəyi varsa, Allah Taala onu istəyinə çatdırsın. Təbarək və Taala inşallah dünya və axirətdə bizi mərhəmət və məğfirətindən, kərəm və lütfündən ayrı salmasın. Esselamu aleykum və rəhmətullah.